Kişilər üçün tam tərsinədir. Məsələn, boşanmış kişilər daha çox intihar eləyir, boşanmış qadınlar daha az intihar eləyir. Bu statistikanın müxtəlif şəkildə analizləri var. Məsələn, burada bir cinsel teoriya ilə bunu açıqlayan bir nəzəriyyə, biraz dərinlikli bir araşdırmadır bu. Məsələn, deyir ki, kişilər əslində cəmiyyətdəki rolları etibarilə bir anomi içərisindədir. Bu 4 kayımın qayda qanunsuzluğu içərisindədir. Yəni bilmir hansı qadına yaxınlaşdı. Bütün qadınlara yaxınlaşa bilər, bütün qadınlara münasibət quracağı fantaziyası var. Amma nə zaman ki evlənir, nə zaman sevişəcəyi, kimlə sevişəcəyi, xəstəlik qapmadan sevişəcəyi və hər zaman onun evində olan bir qadına sahib olur. O dəqiqləşir artıq. Onun anomisi həll olduğuna görə daha rahat bir həyata keçir. Anomi nədir? Anomi biraz 4 kayımın teorisindən bəhs edərkən dedim, qayda qanunsuzluq. Yəni qaydaya düşür onun. Cinsel həyatı da qayda qanuna düşür, yemək rejimi də qayda qanuna düşür, axşam ara gələcək, nə söhbət edəcək və s. Qadında tam tərsidir. Qadının cinsəlliyi, məsələn, kişinin cinsəlliyi zehni bir cinsəllikdir əslində. Kişidə bir hormonal dalğalanma yoxdur. Biraz əvvəl verdiyin sual da bunu düşündürdü ki, kişi uşaq sahibi olmur, hamilə qalmır deyək ki. Yəni, kişi hər zaman stabil bir fiziki cinsəllik, hormonal cinsəlliyə sahibdir. Qadında bu dalğalanır. Məsələn, bəzi dönəmlərdə məsələn, süd vermə dönəmində, hamiləlik dönəmlərində qadınlarda cinsel istəksizlik ola bilər yəni. Prolaktin hormonla əlaqədar deyək ki. Tamamilə hormonal bir şeydir. Kişidəki cinsel istəklik daha çox zehinsəldir. Onun qayda qanunsuzluğu, anomiliyi və s. ilə əlaqədardır. Bu cəhətdən qadın evlənəndə zaten onun fiziki olaraq sərhədlənmiş cinsəlliyi bir də evlilikdə ailə baskısından sərhədlənməyə başlayır və o intihar növlərindən ikincisi dediyimiz həddindən artıq qayda qanunun gərəkdiyi çarəsizliyə çevrilir. Yəni zaten mən hormonal olaraq, qadın olaraq deyək ki, dalğalıydım. Ayın hər gün cinsel istəyim ola bilməz. Çünki hormonaldır bu yəni. Mənim zehni olaraq əlimdə deyil. Kişidə belə bir şey yoxdur. Bir də üstünə sən baskı qoydun ki, sadəcə mənlə əlaqədə olacaqsan, işte nə bileyim, indi də əlaqədə olmalısan, istəməsən də olmalısan əlaqədə. Bu artıq bir çarəsizlik yaradır ki, mən nə qədər dəyərsizəm ki, mənim cinsəllik haqqında heç bir fikrim yoxdur yəni. Dolayısıyla çox maraqlı qadınlar bu boşanma hadisələrindən sonra, xüsusilə bizim kimi bəkarətə dəyər verilən toplumlardakı artıq bəkarət də yoxdur. İstədiyimlə sevişə bilərəm, heç kim də mənə qarışmaz kimi bir düşüncə gündəmə gələndə biraz daha rahatlama, biraz daha həyata bağlanma, biraz daha özgürləşmə hiss edirlər yəni. Bu 50-ci illərin Amerikasında, İngiltərəsində də belə idi. Yəni cinsel azadlığın daha kısıtlandığı dönəm, məsələn, Viktoriya dönəmi İngiltərədə cinsəllik haqqında danışmaq iyrənc bir şeydir. Sizi cəmiyyətdən qova bilərdilər yəni. Amma 100 il ərzində bu yavaş-yavaş dəyişdi. Əslində bizdə də çox ciddi şəkildə bizdə çox sürətlə dəyişdi. Sürətlə dəyişdi, bravo.